Baxın, gəldi pəncərəyə qoydum. İndi aşağıdadır, bax. Mənə necə baxır. Yəni ki, buradayıq da, hamısı gəldi. Yəni yemək verdi, ona baxır. Necə baxır. Gözlə gəlirəm. Balalarım, gözləyin gəlirəm. Kim qreçka gətirim. Mənim qreçka, bax bunlara görə tez tutarır. Uzaq at. Yeyirlər. Gördüm, mən verdim, ondan verdim. Hamısı gəlməyədi. Mənim sepim var idi. Klon əsər falan. Bu qırılıbdı. Belki de vloglarda görmüşsünüz. Neçə ayda qırılıb. Dedim Turanla gedim bunu belə düzəltdirim. Bunu burada. Burada qızıllar. Bunlar yox. Bir də bu. Bu mənim üzümün klonudur. Görürsünüz qırılıb. Bilməm bu düzələcək ya yox. Bir də bundan. Vallahi düşüb. Hə, üzüm budur. Bunun elə bir bəzəyi də qırılıb. Görürsünüz. Bu bunun burasına yapışdıracaqlar. Bunu düzəltdirim. Esi götürün. Tamam. Baş hərfimdir. Bu vaxt Tural ad günümdə almışdı. Neçə yaşım olurdu? 27-28 yaşımda alıb. Neyse, gedək. Moskva vermana gedim. Orada düzəltdirəcəm. Pakete koyun balaca. Tural'la gedirik Moskva Mervan'a. Həmişə orada düzəltdirirəm. Qızıllarım qırılır. Mən ümumiyyətlə qızıllarımı bərbad saxlayıram. Herkese salam, kanalıma xoş gəlmisiniz. Neçə vaxtdır kanalımda vlog paylaşmıram. Səbəbləri var. Açığı darıxmışam vlog çəkmək üçün. Biraz baş qarışıq idi. Bacım oğlu bizdə idi. Daha doğrusu ayağı demiştim geçen defa vlog ısındı. Gipsdən düzələsi olmadı. Əməliyyatda oldu. Şimdi başımız yəni çox pis qarışmış uşağa. Hamı da yəni bizdəydilər. Ona görə mən yəni o şeydə deyildim ki vlog çəkəm. İstədim ki elə indi götürüm başlayayım vloguma. Artıq şükür Allaha Rəşadın da vəziyyəti yaxşıdır. Düzəlir yavaş yavaş. Mən də dedim başlayayım vlogumu çəkeyim. Qonaq gedirik. Ona görə makyaj eləyəcəm. Önce dedim bu Garnier'in bu suyuna sileyim. Hem üzüm, göz buralarım kuruyor. Bura yağlı olur, bura yağlı olur. Ona göre sildim üzümü. İçinde de hiç ne yoktu. Garnier'in bu suyu geçekti de. Miselyar suyu. Bilmirəm kızlar. Vlog paylaşmıram diye. Hiç ne yani hevesim olmadı da paylaşmağa. Hem baş qarışıq oldu, əməliyyata falan. Getdik xəstəxana, ora, bura derken yani vaxt keçdi üstündən. İnşallah başlayarıq davamlı vloglarımızı çəkməyə. İnşallah Allah'ın izniyle. Tək əsas odur ki, sağlıqdır doğrudan da. Bunu getmişəm bir saçıma taxım. Qoymuşam bura yadımdan çıxıb. Belə. Yay olduğuna görə mən belə makyaj eləyən deyiləm dərindən. Mən açığı elə də makyaj xoşlamıram. Qışda yenə rahat eləyirəm. Amma yayda yox. Düşünürəm, elə bilirəm ki, dərim nəfəs almır, tər falan. Düzdə də üzdən tərləyən biri deyiləm. Amma istiyə görə elə bilirəm ki, dərim yaxşı nəfəs almır. Ona görə də mən qaş keliməm də budur. Tərcilədilər ki, qalıcılığı uzun müddətdən açığı elə də xoşum gəlmədi. Bəlkə də mən öyrəşmişəm, nə deyirlər ona, laminasiya bəlkə də öyrəşmişəm, bilmirəm. Elə biləm ki, qalıcılığı o dərəcədə deyil də, haradasa maksimum 8 saat çəkər çəkməz 6 saat azadır. Heç 6 saatdan da çox getmir. 4 saat falan belə qalır. 8 manat almışdım onu da deyim. Növbəti vlogumda sizlə mağazalara gedəcəm. Hara gitsəm onu çəkəcəm. Kosmetika məhsulları almalıyam özümə. Bəzi məhsullar var ki, istəyirəm neçə vaxtda alım. Həm yoxlamaq istəyirəm. Görüm necədir. Təriflədikləri qədər var. Kəşfetimi alt üst eləyibdir də, yəni. O makyajlar, daha doğrusu kremlər, tananilər, SPF-lər kəşfetimdə
Çox çıxır, ona görə mənə maraqlıdır, alıb yoxlamaq istəyirəm. Bir yerdə alıb sınayarıq. Onu da ayrıca çəkəcəm. Məndə bu L'Oreal'ın bu glovudur. Çox xoşum gəlir. Dırnaqlarımı belə elədim, bilmirəm, xoşunuza gəldi. Skoçu qalıb üstündə. İndi qopardır. Nəysə, belə. Bundan istifadə edəcəm, tonalini vurmayacağım. Tonalini vuran deyiləm. Məndə 9-2 nömrəsidir. Parıltısı çox qəşəngdir. Heç mən düşünürəm ki, bunu vurandan sonra bizdə belə qapatıcı bir şey deyil. Amma rəng tonu bərabər elədiyinə görə düşünürəm ki, tonalini vurmağa heç ehtiyac yoxdur. Da belə də yay rəngi kimi belə qəşəng qalır. Görürsünüz, nə gözəl parıldadır. Əlimdən vurdum. Buna baxın, parıltıya baxın. Xoşum gəlirdi. Dəli yayda belə olanda zəqarını görsənir. Hələ ki, dənizə getməyə vaxtımız yoxdur. İmişlidən nə zəqar almışamsa odur. Kənddə həyətdən nə zəqar aldımsa odur valla. Dənizə getməmişik. Tural işlədi. Mən də məzuniyyət götürməmişəm. Dedi ki, bir götürək məzuniyyəti. Turalda verilişlər uzanır. Mən nə vaxt istəsəm götürə bilərəm. Mən də çünki verilişlər yoxdur da. Amma Turalda verilişlər olduğuna görə Tural ildə verilişlər sezona çıxmalıdır ki, məzuniyyət götürsün. Mən də Turalı gözləyirəm. Nəysə, option bu belə. İndi mən neçə vaxtdır bunu heç istifadə eləməmişəm. Məndə şıqlamındır. Bu rəngdir. Notun da bu rəngi çıxıb. Bunu da görürəm. İstəyirəm mən ondan da alam. Burada bir gözəl iyi gəlir. Baxın belə. Qəşəngdə. Bu da qəşəng. Kontur vurmaq istəmirdim. Amma vuracağım çünki burnumu konturamaq istəyirəm biraz. Belə eləyək. Bitti. Bundan artıq heç nə vurmayacağım. Orijinal kosmetikaları Rossmanda, məsəl üçün Rossmanda orijinal olur. Olivia da orijinaldır. Yəni bunlar markaların birbaşa özündən işləyən mağazalardır. Oradan əldə edə bilərsiniz. Mən endirimdə olanda gedib alıram. Sezonsuz kampaniyalar olur. Bütün mağazalarda. Göz altını biraz sarılığı üçün çox yox biraz. Concealer. Yəni çox yox. Belə. Tuş çəkirik. Gözüm üstünə də highlighter izlərindən vuracağım. İstəmirəm göz makyajım. Güzel. Necədir? Sizcə? Belə yaxşıyam. Tələbə vaxtı dəhşət liner çəkirdim də, liner ustasıydım. Sonra vaxt keçdikcə lineri elə xoşlamadım. Belə düşünürəm ki, belə gözəldir. Sizcə necədir? Həndə də aç. Bu karandaş bir neçə almışam. Miss Dyson'dır. Rəngi də gedib ucu. 50 qəpik almışam. Orijinal deyil. Orijinalları 6-7 dənə. Ondan da varımdır.
Prosta fərqi bilirsiniz nədir? Bu yağlı deyil, yağlı çəkmir də, amma orijinal biraz yağlıdır. Mən də budur göstərim. Çoxdan almışam, əl çək gözü balaca qalıb işlədirəm. Bu da mis Tyson'dır. Onun görsüz yazsayla da getirir, indi getirir də belə. Görsüz, nömrəsi içədir, 706. Bu yağlıdır. Baxın, görsüz, ondan çəkeyim. Fərqə baxın, bizdə heç seçilmir, məncə seçilmir elə də. Mən seçmirəm məsələn. Ona görə 50 qəpik almışam. Dodaq qələmin elə də bahalı almanın məncə mənası yoxdur, çünki tez-tez onu yeniləyirik də. Çəkilən tümə karandaşımı. Dodağımı çizdi biraz. Bu elə karandaşdır. Pomada da əvəz edim olaraq. Mən çox vaxt deyirəm, çünki mən budam qanmaz olduğuna görə rəngi biraz solğun olur. Ona görə də həmişə karandaşını da keçirəm üstünə. Bu da mən Olivia'dan almışam. Divajın glossudur. Rəng xoşlayıram, qəşəngdir. Dodalı da qəşəngdir. Baxın. Şəhanə. Xoşum gəlir belə fresh, zaqarlı makyajlardan ötürü rengidir. Sonra nə verəcəydim? Göz üstünə blesk. Məndə belə bir highlighter var, ağ bitib. Amma bu çəklərdən istifadə edirəm. Bunun mesela oversinden vurmayacağım, soldan bunu alarak. Bu da böyle. Bu da böyle. Siyahlı bir şey. Məndə belə bir qaş temi var. İstəyirəm, məndə bu boşluq var, onu doldurum. Bu renk götürürəm. Qaş temi tonuma uyğundur. Burada məndə çarpıq var. Oldu, əla. Arada aklıma gəlir ki, gedim qaş içini doldurdurum. Tük effekti olandan istəyirəm, tatu kimi yox. Bu qərar verə bilmirəm, qorxuram. Bir nəfər ağlımda var, açıq. Bizdə aparıcı nanə belə etdirirdi o xanıma. İstəyirəm, ora gedəm. Çox xoşum gəlirdi, həqiqətən nanənin qaşdan çox qəşəng tük effekt eləmişdi. Ona istəyirəm, gedəm. Mən maraqlanacağım, görüm necə eləyirlər, necə eləyirlər. Görüm də maraqlanacağım. Belə. Makyajım hazır. Geyim paltarımı giyelim. Rol oynamır, başlasınlar. Gençler. Evet gençler. Gəzirik, hava super. Bura sərin. Hə, bəlkə də gəl. Düz deyirsən, bəlkə o tərəfdə istəyi olar. Ora ortada bəlkə ona görə gəlmiş. Şahı vardadır.
Истеричка просто. Bu korkuyoruz diye. Он с тобой играет. Он кричит, что давай играть. Что вы даимчик? Давай, вместе хватит. Держи. Ай, молодец, умничка. Сейчас мы с тобой дружим будет, да. Не беги. Он играет с тобой, да. Пончик, не идет, да, так. Да. Kaldırdın içeri. Хороший ранчик. Сладкий? Хочешь подарю? Хочешь? А? Да? Хочешь подарить тебе пончика, да?